Beləliklə, uşerb sözünə tez-tez rast gələ bilərsiniz. Uşerb nə deməkdir? Yəni zərər, ziyan. Amma bu çox ümumi sözdür və bu hər yerdə də istifadə olunmur. İstifadə olunan yerləri nələrdir? Deyim sizə. Misal üçün, мы понесли финансовый ущерб. Biz maliyyə zərərinə uğradıq. Bu mənada demək olar. Biraz rəsmi sözdür. Zərər sözü həm də rus dilində vredna sözü var. Vredna. Vred kökdür, vredna zərfdir. Yəni necə zərər, ziyan. Beləliklə ущерб sözü sizə aydın oldu. Hətta demək olar ki, misal üçün, мы нанесли ущерб kому-то. Biz kiməsə zərər vurduq, ziyan vurduq. Bu cür də istifadə edirlər. Ya da мы понесли ущерб. Yəni biz uğradıq zərərə.